Şükürlər olsun ki, nəfəs alırıq. Şükürlər olsun ki, həyatdayıq. Şükürlər olsun ki, danışa bilirik. Şükürlər olsun ki, görə bilirik. Həyatımızda şükür etməyimizə o qədər çox səbəblər var ki, bunları hər gün etmək bizim frekansımızı yüksəldir və şükür səbəblərimizi artırır. Bugün mən sizə şükür etməyin həyatımızda olan önəmi haqqında danışmaq istəyirəm. Mən yaşam koçu Aynur İsmailova, kimya və biologiya müəllimiyəm, təlimçiyəm. Bugün sizinlə şükür haqqında müzakirələr edəcəm. Şükür etməyin önəmindən danışacağıq. Şükür deyəndə nə anlayırıq? Şükür nədir? Şükür etmək nədir? Əslində şükür etmək deyəndə həm də minnətdarlıq başa düşürük. Şükür etmək həyatımızda olan gözəlliklərin, yaxşılıqların fərqində olmaq və bunlara görə məmnunluğumuzu duymaq deməkdir. Şükür etməyi bacarmaq böyük bir xoşbəxtlikdir. Bunu həyatımızda hər anımızda etsək, şükür səbəblərimiz daha da artar və o duyğuları daim özümüzdə daşımış olarıq. Həyatda olan bütün gözəlliklər üçün, yaşadığımız gözəl həyat üçün hər zaman minnətdar olmağı bacarmaq lazımdır. Mən yeni bir marafona başlayacağım. Marafonumun adı mənim şükür mesajımdır. Bu marafonda biz hər gün özümüzə bir şükür mesajı qəbul edəcəyik. Mən sizə marafon boyunca 21 gün ərzində hər gün bir şükür mesajı yollayacağım. Bu şükür mesajını mən öz dilimdə səsləndirəcəm. Yazılı formada da sizə paylaşacağım. Siz istəsəniz öz səsinizlə də bu mesajı oxuya bilərsiniz və yaxud da mənim səsləndirməmi dinləyə bilərsiniz. Həmçinin istəsəniz bu şükür mesajını bir dəftər tutub özünüzə bunu qeyd edə bilərsiniz, yaza bilərsiniz. Şükürün önəmi həyatımızda çoxdur. Həm fiziki olaraq, həm mənəvi olaraq şükür etmək insanlara çox böyük faydalar verir. Bəs bunlar nələrdir? Şükürlə bağlı, minnətdarlıqla bağlı bir çox tədqiqatlar aparılıb və müəyyən olunub ki, həqiqətən də şükür etmək insanın həm fiziki bədəninə, həm ruh halına çox böyük faydalar vermişdir. Necə? Şükür edən insanların depressiv halları azalmışdır. Şükür edən insanlar özünü daha xoşbəxt hiss edir. Şükür edən insanlar, minnətdarlıq duyğusunda olan insanlar daha az stres yaşayır. Və daha az stres yaşayanda stresə səbəb olan kortizol deyilən bir hormon var. O hormonda daha az ifraz olunmağa başlayır. Beləliklə də stresimiz nə qədər az olarsa da biz özümüzü daha yaxşı hiss edərik. Həmçinin şükür edən insanlarda dopamin hormonunun ifrazı daha çox olar. Bu da insanı daha yaxşı hiss etdirər, daha xoşbəxt hiss etdirər. Ona görə də biz şükürü həyatımızın bir parçası halına gətirməyimiz lazımdır. Bu bizə sadəcə olaraq fayda verə bilər. Həmçinin şükür etmək insana həyatında olan pozitivlikləri görməyinə kömək edir. Nə qədər ki biz şükür səbəblərini görürük, onların fərqində oluruq. Şükür səbəblərimizin daha da artmağının da şahidi olmuş olacaq. Dostoyevskinin belə bir sözü var. O deyir ki, insanlar təəssüflər olsun ki, həyatlarında olan fəlakətləri daim saymaqla məşğuldular. Amma onlar əksini etsələr, həyatında olan gözəllikləri saysalar, həyatlarında olan yaxşılıqları saysalar, onlar daha xoşbəxt olarlar, həyatdan daha çox zövq alarlar və daha çox məmnun həyat yaşamış olarlar. Həmçinin şükür edən insanların bununla bağlı bir çox tədqiqatlar aparılıb. Yəni bu dediklərim əslində sübut olunub, fakt olaraq artıq insanlar bu tədqiqatların nəticəsində bu nəticəyə gəliblər ki, həmçinin şükür edən insanlarda insanın ömrünü uzadan, insanın gənc qalmasına səbəb olan xüsusi bir enzim var ki, telemeraza enzimi. Bu enzimin də ifrazının artmağına səbəb olur. İnsan nə qədər çox minnətdar olursa, nə qədər çox şükür edirsə də, bu insanda artmağa başlayır və beləliklə də insan şükür etdikcə, minnətdar olduqca daha çox ömrü uzanır, daha çox gənc qalmağa başlayır. Şükür duyğusu insanın empatiya duyğusunu artırır, empatiya hissini artırır. Şükür duyğusu insanın münasibətlərini yaxşılaşdırır
Nə qədər biz həyatımızda olan gözəlliklərə minnətdar oluruqsa da, o bizim münasibətlərdə də daha düzgün ünsiyyət qurmağımıza kömək edir. Daha ətrafımızda olan insanlarla gözəl şəkildə rəftar etməyimizə səbəb olur. Amma biz şikayət enerjisində olsaq, ancaq mənfilikləri görsək, bu təbii ki, münasibətlərimizə də mənfi təsir edəcəkdir. Belə bir araşdırmalar aparıblar ki, insanlar hər gün etdikləri hər bir şeyi təkrar etdikcə bu onlarda avtomatikləşməyə başlayır. Yəni tutalım, səhər yuxudan durdum, yeməyimi yedim, işimə getdim, övladlarım varsa övladlarımla məşğul oldum, hər hansı bir heyvanlarım varsa heyvanlarıma zaman ayırdım, bir hobbilərim varsa hobbilərimlə məşğul oldum. Bunu hər gün edən insanlar artıq bunu adiləşdirməyə başlayır. Bu avtomatikləşməyə başlayır. Və belə olanda insan onun həyatında olan bu qədər önəmli şeyləri adi bir şey kimi qəbul etməyə başlayır. Onların nə qədər vacib amillər olduğunun, onu nə qədər xoşbəxt edən amillər olduğunun bəzən fərqində olmur. Bəzən bunları unudur. Amma bunlar həyatında olmayan nə qədər insanlar var. Hal-hazırda bilirsiniz ki, müharibə şəraitində yaşayan nə qədər dövlətlər var. Suyu olmayan, yemək tapmayan nə qədər insanlar var. Evi olmayan nə qədər insanlar var. Biz isə bunlar bizim üçün var deyə bunu adiləşdiririk özümüz üçün və bunlar üçün şükr etməyi bəzən unuda bilirik. Amma biz hər gün əlimizdə olan bu nemətlərin fərqində olsaq, bu yaşadığımız hər bir şeyi dərk edərək, onlara görə hər gün minnətdar olsaq, onun dəyərini daha çox bilmiş olarıq. Əslində şükür etmək bütün dinlərdə var, bütün qavramlarda var. Hər kəs nəyəsə minnətdar ola bilir. Yəni dinlərdə bu onların vacib hiss etdikləri, müqəddəs hesab etdikləri, özlərindən yüksək bildikləri bir varlığa etdikləri minnətdarlıqdır. Mən müsəlman olaraqdan Yaradana şükür edirəm, Allaha şükür edirəm, Allaha təşəkkür edirəm. Yəni bütün müsəlmanlar öz şükürlərini Yaradana, bizi var edən Allaha edirlər. Və beləliklə biz bütün əlimizdə olan gözəlliklərə görə, bizim olan nemətlərə görə hər gün şükür etdikcə, o gözəlliklərin fərqində olduqca şükür səbəblərimizi də daha çox artıra bilərik. Elə bu marafonu keçirməkdə məqsədim də əlimizdə olan nemətləri görməyimiz, onların fərqində olmağımız, şükür səbəblərimizi daha da artırmağımızdır. Və mən sizə göndərdiyim hər gün fərqli bir şükür səbəbi olan mesaj sizin şuur altınızda o gözəllikləri daha dərindən qavramağınıza sizə kömək edəcəkdir. Bu marafonda iştirak edənlər çox şanslıdırlar. Çünki bəzən olur ki, insanlar şükür edir, minnətdar olur. Bunu sadəcə olaraq dediyim kimi avtomatik olaraq edir. Amma mən çalışacağım ki, bu marafonda o mesajlarda nəyə görə siz şükür edirsinizsə də bunu dərindən anlayaraq o şükürlərinizi, o mesajlarınızı özünüzə ötürmüş olasınız və qəbul etmiş olasınız. Beləliklə də həm o mesajı alacaqsınız, həm də həyatınızda o şükür səbəbi ilə bağlı olan nələr varsa da onların fərqində olacaqsınız. Çalışmamız bundan ibarət olacaq ki, siz o mesajı aldınız, oxudunuz və bir həyatınıza baxın. Görün bu şükür mesajı sizin həyatınızda nələri ifadə edir? Bununla bağlı sizin başqa hansı şükürləriniz var? Bunları gördükcə, bunları hər gün xatırladıqca siz pozitivliyə yönəlmiş olacaqsınız. Çünki insanlar daha çox şikayət enerjisində də təəssüflər olsun ki, ümumiyyətlə bunu daha çox artırmağa meyillidir bəzi insanlar, təəssüflər olsun ki, və nə qədər biz şikayət enerjisində oluruqsa da bizim frekansımız aşağı düşür, bizim duyğularımız mənfiyə doğru gedir, biz daha çox fokusumuzu olmayanlara yönəltmiş oluruq və beləliklə də enerjimiz də aşağı düşür, əlimizdə olanları görmürük, xoşbəxtlik səbəblərini görmürük. Bu da bizi daha çox depressiv hala sala bilir. Amma biz minnətdarlıq duyğusunda olsaq, bu frekansda olsaq,
həyatımızda olan gözəllikləri, yaxşılıqları görsək, onları da daha çox artıra bilərik. Misal üçün, mən şükran marafonu etmişdim. Bu marafonda iştirak edən xanımlar o qədər gözəl möcüzələr yaşadılar ki, çünki onlar fokuslarını şükrə verdilər. Şükür səbəblərini görməyə başladılar. Həyatlarında olan şükürləri gördükcə, onlara diqqətlərini verdikcə, yeni bir şükür səbəbləri də yaranmağa başladı. Elə bu marafonda da biz ona nail olmağa çalışacağıq. Həyatımızda olan şükür səbəblərimizə fokuslanacağıq. Beləliklə də həyatımızda olmasını istədiyimiz şeyləri də həyatımıza çəkə bilərik. Ona görə də bu marafon bilirəm ki, sizin üçün çox faydalı olacaq. Mən buna inanıram. Hər gün yolladığım şükür mesajları sizin frekansınızı yüksəldəcək, sizin şükürlərinizin artmağına səbəb olacaq və həyatınızda olmasını istədiyiniz şeylər də zamanla həyatınıza gələ biləcək. İnsanların çoxu həyatında olanlar üçün sadəcə şükür edir. Amma biz həyatımızda olmayanlar üçün də şükür etməyə bacarmalıyıq. Çünki bəzən bir şeyin olmamağı əslində bizi nələrdənsə qoruya da bilir. Və bəzən insanlar həyatında olanları da, həyatında olmayanları da və həyatında olmasını istədiklərini də düşünərək minnətdarlıq duyğusunda içində olanda, o arzusunda olduğu şeylər də onların həyatlarına gələ bilər. Bu marafonda da bunları da biz edəcəyik. Nələrin həyatınızda olmağını istəyirsinizsə də onları da düşünə bilərsiniz və onların həyatınıza gəlməyi üçün indidən şükür edə bilərsiniz. Sanki onlar sizin həyatınızda var. Buna mış kimi şükür deyilir. Bu da bir gözəl bir texnikadır. Və beləliklə də biz o gözəllikləri həyatımıza çəkə bilərik və onları həyatımıza yaşaya bilərik. Bu əslində sübut olunmuş bir texnikadır. Bunları yaşadıkça, gördükcə siz anlayacaqsınız ki, həqiqətən də bu necə gözəl bir texnikadır. Bir dəqiqə mənə bağışlayın. Və gözəl bir texnika da var. Mən bunu bütün marafonlarımda edirəm. Hər günün sonunda o gün yaşadığın gözəlliklərə görə minnətdar olmaq, şükür etmək. Yəni, fokusumuzu, diqqətimizi bizi xoşbəxt edən şeylərə veririk. Misal üçün, gün ərzində ən az sizi xoşbəxt edən 3 şeyi xatırlayırsınız və bunlara görə şükür edirsiniz. Bunu siz beyninizdən, zehninizdən keçirərək də edə bilərsiniz. Amma yaxşı olar ki, bir gündəlik tutasınız, bir dəftər tutasınız və bu dəftərə hər gün sizi xoşbəxt edən 3 şey yazın. Yəni, bunlar nələrdir? Sizin yaxşı ki, bu oldu dediyiniz şeylər. Sizin özünüzü gözəl hiss etdiyiniz şeylər. Həmin gün sizi məmnun edən şeylər. Nələrdirsə də ən az 3 səbəbi tapırsınız və buna görə minnətdar olursunuz, şükür edirsiniz və bu sizin diqqətinizi gözəlliklərə yönəltməyinizə səbəb olacaqdır. Yəni, vacib deyil ki, o çox böyük bir şey olsun. Misal üçün, bugün mən arzu etdiyim serialıma baxdım. Arzu etdiyim zamanda bu serialıma baxa bildim. Misal üçün də xanımların baxdığı bir şeydir. Və yaxud da mən bugün mağazaya gedəndə arzu etdiyim rəngdə paltarı tapdım. Və yaxud da mən bugün öz övladıma gözəl bir zaman ayırdım, onunla oynadım, gözəl bir zaman keçirdim və yaxud da bugün filan kəs mənə gözəl bir söz dedi, filan kəs mənə gözəl bir hədiyyə aldı və s. Bunların hər biri bizim yaxşı ki bu oldu, mən bundan çox xoşbəxt oldum dediyimiz şeylərdir. Hər gün fərqli bizi xoşbəxt edən səbəbləri tapdıqca beynimiz bu gözəlliklərə fokuslanır və şükürlərimiz daha da arta bilir. Beləliklə, mən sizinlə şükür səbəbləri haqqında, şükürün həyatımızda önəmi haqqında danışdım. Və biz bunları düşündükcə, fokusumuzu bunlara verdikcə, dediyim kimi pozitiv hadisələr həyatımızda artacaq və şükürlərimizi yaza bilərik, şükürlərimizi görə bilərik. Onları bu şəkildə həyatımıza, fərqindəliyimizə gətirərək daha çox şükür səbəbi
yaşaya bilərik. Bu marafonda hər birinizə uğurlar arzulayıram. Mənim oğlum gəlmişdi, ona görə mən onu apardım, qoydum başqa otağa. Onun varlığı üçün də şükürlər olsun bu arada. Övladlarımın varlığı üçün şükürlər olsun. Həyatımda olan hər şey üçün şükürlər olsun. Hə, əziz izləyicilər, bu marafona biz bugün başlayırıq. Bizim marafonumuz özümə şükür mesajımdır və şərtləri sizə izah elədim. Nə edirik? Hər gün biz özümüzə bir şükür mesajı alırıq, qəbul edirik. Və bu şükür mesajını oxuyuruq. İstəsəz yaza da bilərsiniz, istəsəz dinləyə də bilərsiniz. Və beləliklə də həmin o şükür mesajı ilə bağlı, orada verilən cümlələrlə bağlı öz həyatınıza nəzər yetirirsiniz. Həyatınızda bununla bağlı nələr varsa da onları da görürsünüz. Və bizim qrupumuz var, marafon qrupumuz. O qrupda həmin o yolladığım həmin günə aid olan mesajdakı cümlələrlə bağlı nələr varsa da onları da bölüşə bilərsiniz. Onlara görə də öz şükürlərinizi yaza bilərsiniz. Beləliklə, bugündən marafonumuz başlayır. 21 günlük marafondur. Hər gün sizə bir neçə cümlədən ibarət olan mesaj yollayacağım. Siz o mesajı oxuyacaqsınız, qəbul edəcəksiniz. Həyatınızda olan gözəlliklərin fərqində olacaqsınız. Mənimlə bu yolu çıxan hər kəsi indidən təbrik edirəm. Hər birinizə uğurlar arzulayıram. Sizə bol-bol sevgimi göndərirəm. Birlikdə bu 21 günlük marafonda gözəl anlar yaşayacağınıza inanıram. Hər birinizin şükür səbəblərinizin bol olmasını sizə diləyirəm. İnşallah ki, inanıram ki, bu marafonun sonunda həyatımızda şükür səbəblərimiz daha çox olacaq, gözəl möcüzələrimiz olacaq. Necə ki, mənim əvvəlki şükran marafonumda da iştirak edənlər bunu yaşamışdı. Bu mənim sizə bir hədiyyəmdir. Hədiyyəmi alıb qəbul edin. Bu marafonda hər gün sizə yolladığım mesajı dinləyin. Hər gün marafonda uyğun şəkildə iştirak edin. İnşallah ki, gözəlliklər bizimlə olsun. Hər birinizə şükür dolu, təşəkkür dolu, minnətdarlıq dolu həyat diləyirəm. Mənimlə olduğunuz üçün hər birinizə mən təşəkkür edirəm. Bu marafonu keçirə bildiyim üçün Yaradana təşəkkür edirəm. Şükürlər olsun deyirəm və istəyirəm ki, niyyət cümləsi deyim. Hər biriniz də bu niyyət cümləsini deyin və biz marafonumuza başlayaq. Mən qrupda sizə artıq başlayacağım hər gün mesajımı yollamağa. 21 günlük özümə şükür mesajım marafonunda iştirak edən hər kəsin şükür səbəblərinin artmasına niyyət edirəm. Həyatında olan şükür səbəblərini görməyə və onların fərqində olmalarına niyyət edirəm. Şükürlərinin bol olmasına niyyət edirəm. Bu marafonun hər kəs üçün faydalı olmasına niyyət edirəm. Bu marafonun həm mənim üçün, həm iştirak edən bütün xanımlar üçün xeyirli, uğurlu olmasına niyyət edirəm. Bu marafonun şükürlərimizi gözəl şəkildə yaşamağımıza vəsilə olmasına niyyət edirəm. Siz də bu marafona başlayarkən özünüzə uyğun olaraq niyyətlərinizi yaza bilərsiniz, arzularınızı yaza bilərsiniz niyyət şəklində. Hər bir şeydə niyyət çox gözəldir və niyyətlə başlayan, gözəl niyyətlərlə başlayan hər bir şey gözəl şəkildə də nəticələnir. Ürəkləriniz üçün hər birinizə təşəkkür edirəm. Mən ürəkləri sevirəm, məni tanıyanlar bilir. Çox sağ olun, hər birinizin ürəyinizi görürəm. Uğurlar arzulayıram bir daha, xeyirli uğurlu olsun, çox sağ olun. İnşallah ki, qrupda gözləyin, hər gün dediyim kimi birlikdə bu marafonu irəlilədəcəyik. Nəsə suallarınız varsa yaza bilərsiniz. Suallarınız yoxsa mən sizlə sağollaşmaq istəyirəm. İnşallah ki, gözəl bir marafon bizi gözləyir. Birlikdə bu yolu gedəcəyik. Buyurun, suallarınız varsa verin, yoxdursa da sağollaşaq. Xeyirli uğurlu olsun. Amin inşallah. Təşəkkür edirəm hər birinizə. Marafonla bağlı nəsə sualınız varsa verin. Sağ olun, mən də sizə təşəkkür edirəm.
Düşünürəm ki, hər bir şey aydın oldu. Çalışacağam qeydi saxlayım. Kimlər ki dinləyə bilmədi, sonradan dinləyə bilərlər və marafonla bağlı hər bir şey sizin üçün aydın olar. Sağ olun, sevgi ilə qalın. Təşəkkür edirəm. Çox sağ olun.